Salam dostlar, hər vaxtınız xeyirli olsun. Arkadaşlar, herkese merhaba. Bugün qərara gəldim ki, YouTube kanalı açsam. Bu YouTube kanalı sayəsində sizə nələrsə öyrətməyə çalışım. Bu YouTube kanalında mahnıların akorları, gələcəkdə konsert planlarımız olarsa onlar barədə məlumat, mahnının ritmləri, gitara barədə ümumi məlumatlar, yavaş-yavaş bu məlumatları sizə çatdıracağam. Sonra sizin nə sualınız olarsa musiqi barədə, gitara barədə nə suallarınız olarsa videolar sayəsində o sualları cavablandıracağıq. Güzel kardeşim, hiç telaş yapma, sakin ol, hiç telaş yapma. Gələcəkdə də YouTube kanalımda daha çox istəklər nəzərə alınaraq videolar çəkiləcək ki, bu da gitaraya və musiqiyə aid olacaqdır. İndidən təşəkkürlərimi bildirmək istəyirəm. İlk mahnımız olacaq. İlk başda deyim ki, mən gitara barədə bu videoda yox, başqa videoda ümumi bir məlumat verəcəm. Bu video ilk olaraq tanışdıq və bir mahnını paylaşmaq istəyirəm. İlk öyrəndiyim mahnı, adına baxım kim oxuyub. Ufuk Çalışkan, yadıma düşdü. Ufuk Çalışkanın oxuduğu Unutmaq İstiyorum mahnısını sizinlə paylaşmaq istəyirəm. Bunun akorları YM, AM, DM, yəni Mi minor, La minor və Re minor olacaq. Təzədən qayıdır Mi minora və bu ardıcıllıqla mahnı davam edir. Ritmi isə aşağı, yuxarı, aşağı, belə gedəcək. Ritm və akorlarını isə videoda yazılı şəkildə paylaşacağam. Yorumlar hissəsində də əlavə edəcəm. İndidən təşəkkürlərimi bildirmək istəyirəm. Artık ayrıldığımız, görüşü olmayan yollardayız. 3 yıl olmuş artık son bakışmamız. Ne ay kaldı şimdi, ne haftası. Belə gedir mahnı. Mahnı düz səsim bir o qədər də yaxşıdır, amma oxumağa çalışdım ki, təxmini duyumunuz olsun. Sizə məsləhətim birinci növbədə mahnının akorlarını keçid edərkən, məsəl üçün Y-dən AM-ə keçid edərkən ən azı bir 10-15 dəqiqə sırf bu akorların keçişini edin, əgər təzəsinizsə. Allah Allah! Sonra AM-dən DM-ə, sonra DM-dən Y-ə doğru bu ardıcıllıqla davam edin. Ondan sonra bu ardıcıllığın əlavə edin. Bu ardıcıllığa konuş artıq. Bu ardıcıllığa əlavə edin. Y, AM, DM, Y, yəni ümumi ardıcıllığı birləşdirin. Əslində mahnının öz notu birinci barədən Y-im gedir. Sadəcə indidən barəyə öyrəşmədiyimiz üçün Y-imlə göstərmək istədim. Yəni bir yarım not arxadan göstərmək istədim. Demək olar ki, bu qədər. Nə isə bilmək istəsəniz Instagram səhifəmə yaza bilərsiniz və yaxud da yorumlar səhifəsinə. Yorumlar səhifəsi. Ne diyor oğlum? Yorumlar hissəsinə yaza bilərsiniz. Çox sağ olun dinlədiyiniz üçün. Nəyi də bilməsəniz. Nəyi də öyrənmək istəsəniz, hansı mahnını öyrənmək istəsəniz, yorumlar hissəsinə yaza bilərsiniz. Çox sağ olun.